Salam. Bugün sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə sizə yeni bir video təqdim edirik. Videolarımızın tez-tez və davamlı gəlməyini istəyirsinizsə kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bizimlə hazırlaşmaq istəyən müəllimlər sentyabr qruplarına qeydiyyatdan keçə bilərlər. Bunun üçün ekranda göstərilən nömrəni WhatsApp-na yaza bilərsiniz. Həmin nömrəyə yazmaqla siz dərs qruplarımız haqqında, dərs və sınaq qruplarımız haqqında məlumat əldə edib, eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. İzaha keçməmişdən öncə qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və eyni zamanda videonu bəyənməyi, rəy yazmağı və videonu paylaşmağı unutmayın. Və bu videonun aşağı hissəsində sosial şəbəkələrimizin linklərini yerləşdirəcəyəm. Bizi müxtəlif sosial şəbəkələrdən izləyə və eyni zamanda orada da paylaşdığımız müxtəlif məlumatlardan faydalana bilərsiniz. İndi isə başlayaq izahımıza. Bugün söz yaradıcılığı ilə bağlı bir neçə testin izahını verəcəyəm. Bu videoya baxmaqla siz söz yaradıcılığında bir neçə mövzunu öyrənmiş olacaqsınız. Başlayaq testlərə. Birinci sualda soruşur ki, eyni köklü sözlər olan bəndi seçin. Bilirsiniz ki, eyni köklü sözləri tapmaq üçün birinci sözləri kök və şəkilçə ayırmaq lazımdır. Daha sonra isə eyni köklü sözün 3 əsas şərtinə diqqət yetirmək lazımdır. Hansı idi o şərtlər? Birinci, eyni köklü sözlər mütləq düzəltmə olmalıdır. Yəni, eyni köklü sözlər kökləri eyni mənanı verən düzəltmə sözlər olmalıdır. İkinci qaydamız isə eyni köklü sözlərin kökləri mütləq eyni mənanı verməlidir. Elə birinci qaydaya əsaslanır və eyni köklü sözlər sadə söz ola bilməz. Əgər deyiriksə ki, eyni köklü sözlər mütləq düzəltmə olmalıdır, demək ki, eyni köklü sözlər sadə ola bilməz. Sadə olan sözləri mütləq həmin cərgədən silmək lazımdır. Üçüncü qayda isə eyni köklü sözlərin kökləri mütləq eyni bir nitq hissəsi olmalıdır. Yəni, fərqli bir nitq hissəsi ola bilməz. Təbii ki, kökləri eyni mənanı verirsə, demək ki, eyni bir nitq hissəsi olacaq. Yəni, bu 3 əsas şərti beynimizdə saxlamaqla, bu 3 əsas şərtə əməl etməklə eyni köklü sözləri tapmaq olar. Gəlin variantlara baxaq. A variantında sevdir, sevimli və sevgi sözləri qeyd olunub. Sevmək feilindən sevdirmək feili yaranıbdır. Sevmək feilindən sevimli sifəti yaranıbdır. Sevmək feilindən sevgi ismi yaranıbdır. Fikir versəniz, hər bir sözün kökü sevmək feilidir. Düzdürmü? Birinci şərtə görə mütləq sözlər düzəltmə olmalıdır. Hər bir sözün tərkibində leksik şəkilçi var, yəni sözlərimiz düzəltməlidir. Birinci şərtə uyğun gəldi. İkinci şərtə görə isə köklər eyni mənanı verməlidir. Hər birində sevmək mənasını verir. Demək ki, ikinci şərtə də uyğundur. Üçüncü şərtə görə köklər eyni bir nitq hissəsi olmalıdır. Kök feildir, sevmək feili, həmçinin burada da feildir və burada da feildir. Demək, üçüncü şərtə də uyğundur. Elə doğru cavab A variantıdır. Deyə bilərsiniz ki, müəllim, eyni köklü sözlər müxtəlif nitq hissəsinə aid ola bilərmi? Əgər qarşınıza çıxsa ki, eyni köklü sözlər müxtəlif nitq hissəsinə aid ola bilər, bu fikir doğrudur. Bu nə deməkdir? Eyni köklü sözlərin kökləri eyni nitq hissəsi olmalıdır fikri doğrudur. Yəni, sizə demir ki, eyni köklü sözlərin kökləri fərqli nitq hissəsi olsun. Eyni köklü sözlərin kökləri yalnız və yalnız eyni bir nitq hissəsi olmalıdır. Yəni, biri isimdirsə, digərləri də isim olmalıdır. Biri feildirsə, digərləri də feil olmalıdır. Yəni, bu sxema uyğun olmalıdır. İsim, isim, isim və yaxud da feil, feil, yəni 3 söz verilibsə, feil. Köklər, baxın, köklər mütləq şəkildə bax bu sxemlərə uyğun olmalıdır. Yəni, bütün sözlərin kökləri eyni bir nitq hissəsi olmalıdır. Amma deyirsə ki, eyni köklü sözlər müxtəlif nitq hissəsi ola bilər, bu fikir də doğrudur. Bu nə deməkdir? Baxın, deyir ki, eyni köklü sözlər müxtəlif nitq hissəsi olsun. Yəni, bu eyni köklü söz olub və olandan sonra başqa bir nitq hissəsinə aid olur. Baxaq, sevdirmək nədir? Sözün başlanğıc forması nədir? Burada feil.
Sevimli nədir? Sifət. Başlanğıc forması. Sevgi nədir? İsim. Baxın, fərqli bir nitq hissələridir. Köklərin hər biri feil olsa da, sözlərin başlanğıc forması fərqli nitq hissələridir. Feil, sifət və isim. Demək, bu qaydanı mütləq şəkildə qeyd dəftərinizə qeyd edin. Eyni köklü sözlər müxtəlif nitq hissəsinə aid ola bilər. Yəni, eyni köklü sözlər müxtəlif nitq hissəsinə aid olar fikri o deməkdir ki, eyni köklü sözlərin başlanğıc formaları, yəni eyni köklü söz yaranandan sonra müxtəlif nitq hissəsinə aid ola bilər. Variantda qeyd olunubsa ki, eyni köklü sözlər müxtəlif nitq hissəsinə aiddir. Bu fikir doğrudur. Çünki o deyir ki, yəni o söz eyni köklüdür. O eyni köklüdürsə artıq orada sizin qorxmağınıza heç bir əsas yoxdur. O sözü artıq eyni köklü söz eləyiblər və ondan sonra, yəni yaranandan sonra isə müxtəlif nitq hissəsinə aid eləyirlər. Burada da heç bir problem yoxdur. Yəni eyni köklü sözlər yaranandan sonra eyni bir nitq hissəsinə də aid ola bilər. Yəni belə bir sxem ola bilər ki, köklər feildir. Yaranandan sonra hər biri məsəl üçün isimdir. Yəni hər birinin başlanğıc forması isimdir və yaxud da hər birinin başlanğıc forması ilə kökü də başlanğıc forması da feil ola bilər. Məsələn, burada necə ki, kök feildir, başlanğıc forması da sevdirmək feilidir və başlanğıc formaların hər biri feil də ola bilər. Və yaxud da ikisi sifət, biri isim ola bilər və yaxud da ikisi feili, biri isim ola bilər. Yəni bu hallar mümkündür. Bunu mütləq şəkildə yadınızda saxlayın və qeyd dəftərinizə də qeyd edin. İndi ikinci varianta baxırıq. Təbii ki, doğru cavab A variantı oldu. Amma digər variantlara da baxmaq faydalıdır. Daş sözün köküdür, qın leksik şəkilçidir. Bilirsiniz ki, daş sözü iki mənada işlənir. Bir mənası daşmaq sözüdür. Daşmaq. Məsələn, suyun daşması. Digər mənası isə daş ismidir. Yəni, yerdə olan daş. Daşqın sözünün kökü daş ismi olar, yoxsa daşmaq feili? Təbii ki, daşqın varsa, orada biz daş necə daşa bilər ki? Demək ki, orada su daşır, yəni daşmaqdan daşır. Demək ki, sözün kökü nədir? Daşmaq feilidir. Sözün kökü feildir. Daşlaşmaq sözü. Daşlaşmaq sözünü biz iki cür düşünə bilərik. Məsələn, sement daşlaşdı. Əgər sement daşlaşdı deyirəmsə, gəlin o sözü yazaq. Daşlaşmaq. Əgər deyirəmsə ki, sement daşlaşdı, sözün kökü olur daş. Və bu daş isimdir. İsim. Təbii ki, digər mənasında da isim olacaq. Daş ismindən daşlamaq olmaz ki, yəni sementi biz daşlayırıq, o daşlaşır. Yox, biz onu daşlamırıq. Yəni, laş şəkilçisini iki hissəyə parçalamırıq, çünki məzmun itər. Maq da qrammatik şəkilçidir. Düzdürmü? Və bu formada təhlil olundu. İkinci formada isə daşlaşmaq. Deyirəm ki, uşaqlar daşlaşdı. Yəni, neynədir? Daşı götürdülər, bir-birini daşladılar və daşlaşmaq əmələ gəldi. Laşı iki hissəyə parçaladım. Maq da qrammatik şəkilçidir. Düzdürmü? İndi burada kök yenə də isim oldu. Yaxşı, istər bu söz olsun, istərsə də bu söz olsun. Kökləri isimdir də bu sözlərin, düzdürmü? Daşqın sözündə isə kök feildir. Bunlar eyni köklü olarmı? Xeyri olmaz. Həm kökləri müxtəlif mənanı verir. Birində daşmaq feilidir, digərində daş ismidir. Həm də kökləri fərqli nitq hissələrdir. Demək ki, bu sözlə daşqın sözü eyni köklü ola bilməz. Daşmaq feilindən deyək ki, daşlamaq, daşlaşmaq, maqda qrammatik və yaxud da daşlaş. Yəni iki formada düşünmək olar. Hər iki formada kök isimdir və daşqın sözü ilə eyni köklü deyil. Daşlı sözünə gəlsək, daş ismindən daşlı sifəti yaranıbdır. Daşlı sözü yaranıbdır. Demək ki, burada daşlaşmaq sözü ilə daşlı sözünü eyni köklü götürə bilərəm. Amma digər sözümüz, daşqın sözü digər sözlərlə eyni köklü olmadığına görə, demək ki, bu variantı götürə bilmərəm. İndi C variantına baxaq. Qırğın sözü. Qırğın sözünün kökü qırdır. Bilirik ki, qır sözü iki cür düşünülə bilər. Bir mənası qırmaq feili, digər mənası isə qır ismidir. Qır sözü. Qırmaq, nə isə sındırmaq, qırmaq bu anlamda feildir.
Digər mənası isə qır ismidir. Hansı ki əridilən o qır ki var, o nəzərdə tutulur. Yəni qır isim. Demək ki, köklər amonimdir. Kök amonimdirsə, indi baxırıq. Qır sözü, qırğın sözü. Düzdürmü? Qır sözündən qırğın sözü yarandı. Qır ismindən qırğın sözü yaranmaz ki. Yəni qırı bəlkə də kimsə kiminsə üstünə tökür, qırğın əmələ gəlir. Bunu deyə bilmərəm. Amma təbii ki, sözün kökü burada qırmaqdır. Yəni nəyisə qırmaq, talamaq bu anlamda və ondan sonra qırğın əmələ gəlir. Düzdürmü? Demək ki, kök oldu feil. Qırçı sözündə isə kök isimdir. Yəni qır ismindən qırçı ismi yaranıbdır. Kök oldu isim. Qırıcı sözünə gəlincə isə qırmaqdan qırıcı yaranırdı. Düzdürmü? Qırıcı təyyarə, yəni qırır ki, ona qırıcı təyyarə deyirlər. Düzdürmü? Kök oldu feil, yəni qırmaq feili. Bu iki söz bir-birindən eyni köklüdür, amma qırçı sözü o sözlərlə eyni köklü deyil. Birinci, həmin sözlərin kökləri eyni bir nitq səsi deyil. İkincisi, həmin sözlərin kökləri eyni mənanı vermir. Təbii ki, bütün sözlər düzəltmədir. Yəni, eyni köklü sözün birinci şərtinə uyğundur. Amma digər şərtlərə uyğun gəlmədiyinə görə bu variantı da götürmürük. D variantına baxaq. Yağış sözü. Yağ sözü də iki cür düşünülür. Bir, yağmaq sözü, yəni feil kimi. Digər mənası isə yağ, isim formasında. Məsələn, əridilmiş yağ, şit yağ və s. bu formada. Yəni isim. Yağ sözün köküdür, yağış əmələ gəldi. Təbii ki, yağ ismindən əmələ gəlməz ki. Yağış yağır ki, yağış əmələ gəlir. Düzdürmü? Yağmaq feilindən əmələ gəlibdir. Demək ki, kök yağ feilidir. Yağ nə et? Feil. Yağmur sözü də yağmaq feilindən əmələ gəlibdir. Düzdürmü? Çünki yağmur yağışdan əmələ gəlir, yağmaqdan əmələ gəlir. Sözün kökü feildir. Yağlamaq sözündə kök yağdı, yağla, maqda qrammatik. Düzdürmü? Sözün kökü yağmaq feili ola bilməz. Yağışla, yəni yağmaqla yağlamaq arasında bir məna yaxınlığı yoxdur axı. Bilirsiniz ki, sözün kökü ilə şəkilçi arasında məna yaxınlığı olmayanda biz o sözü götürmürük. Yəni sözün kökü yağ ismidir. Ərzaq yağ anlamında olan, yəni əridilmiş yağ bu anlamda həmin yağla yağlaya bilirsiniz. Düzdürmü? Sözün kökü isimdir. Demək ki, bu iki söz bir-birinin eyni köklü olsa da bu söz, baxın bu söz, bir dəqiqə. Bu söz həmin bu iki sözlə eyni köklü deyil. Çünki bu sözün kökü fərqli nitq hissəsidir, həmçinin fərqli mənanı verir. Demək, D variantı da doğru cavab deyil. Baxırıq sonuncu varianta. Bax sözünü də biz iki cür düşünə bilərik. Bir, ayaqqabının bağı, yəni ayaqqabının bağı olanda isim olur. Digər məna tayı isə bağ-bağça anlamını ifadə edən bağ. Burada da isim olur. Məsələn, meyvə bağı və yaxud da meyvələrin əkildiyi sahə və s. Yəni, bağ bu anlamda işlənir. Hər iki məna tayı isimdir. İndi gəlin baxaq. Bağ sözündən bağban sözü yarandı. Təbii ki, ayaqqabının bağından bağban yaranmaz ki, bağ-bağçadan bağban yaranır. Demək ki, burada bağ ismidir. Amma hansı isimdir? Yəni, hər ikisi isimdir, düzdürmü? Və burada bağ-bağça anlamını ifadə edən bağdır. Bağla sözünü saxlayaq, bağça sözünə baxaq. Bağ ismindən bağça sözü yarandı. Yəni, bağ-bağçadan, yəni meyvə bağından və s. bağça yarandı, düzdürmü? Demək ki, isimdir. Bağlamaq sözünə gəlincə isə, yəni bağ-bağçadan necə bağlamaq yaransın ki? Demək ki, sözün kökü bağ ismidir və ondan bağlamaq feili yaranıbdır. Bu sözün kökü isimdir. Amma hansı isimdir? Təbii ki, ip, kəndir anlamını ifadə edən bağdır. Düzdürmü? İndi fikir verin. Eyni köklü sözün birinci şərti bu idi ki, eyni köklü sözün birinci şərti bu idi ki, sözlər düzəltmə olmalıdır. Hər bir söz düzəltmədir. Baxın, leksik şəkilçi hər birində var. Demək ki, düzəltmədir.
İkinci şərtə görə köklər eyni mənanı verməlidir. Bunu saxlayıram. Üçüncü şərtə keçirəm. Üçüncü şərtə görə köklər eyni bir nitq səsi olmalıdır. Köklər eyni bir nitq səsidir. Yəni iki şərti ödəyir. Bir şərti ödəmədiyinə görə demək ki, eyni köklü deyil. Yəni kökləri eyni anlamı ifadə etmədi. Birində meyvə bağı sahəsi bu anlamda, digərində isə kəndir ip anlamını ifadə etmiş oldu. Demək ki, bu sözlər bir-birindən eyni köklü deyil. İndi isə keçək ikinci testimizə. Sözlərdən birində 3 leksik şəkilçi işlənməmişdir. İşlənməyən variant lazımdır. 3 leksik şəkilçi. Əkmək feilindən əkin ismi əmələ gəldi. Əkin ismindən əkinçi ismi əmələ gəldi və lik də leksik şəkilçidir. 3 leksik şəkilçi işlənibdir. Sözün kökünü əkin götürənlər yanlışlıq ediblər. Çünki bu söz, yəni əgər dilimizdə ək sözü varsa, nəyə görə biz onu əkin kimi götürək? Ək sözündən əkin sözünü yaradaq da, demək ki, sözün tərkibində 3 leksik şəkilçi var. Yazıçılıq. Yazmaq sözündən yazı ismi əmələ gəldi. Yazıçı, yazıçılıq. Düzdürmü? Çı peşə mənasını bildirən söz yaradır. Yəni leksik şəkilçidir, həmçinin lıq da leksikdir. Sözün tərkibində 3 leksik şəkilçi var. I da leksik şəkilçidir. Yəni yaz sözündən yazı sözü yaranırsa, demək ki, yeni mənalı söz yaranır. Yeni mənalı söz yaranırsa, demək ki, o şəkilçi leksikdir. Çəkisizlik. Bu sözün kökünü çəki götürənlər var, amma dilimizdə axı çəki sözü də var. Biz çəkirik ki, çəki əmələ gəlir. Daha sonra çəkisiz sifəti, lik də isim yaradan şəkilçi. İndi baxın, 3 leksik şəkilçi var. Demək ki, C variantı da bizim doğru cavab deyil. Geymək feili var dilimizdə. Yəni sözün kökünü geyin götürənlər olubdu. Bu sözün kökü geymək feilidir. Geymək. Bax, bu sözü əgər bilmirsinizsə, mütləq şəkildə qeyd dəftərinizə qeyd edin. Yəni, geymək sözü dilimizin lüğət tərkibində var. Geymək sözündə geyinmək feili, baxın, feildə neyini yerdir? Leksik şəkilçini və qrammatik şəkilçini tapmaq üçün maq üstü 2 qaydasından istifadə edirdik. Geymək deyə bildimmi? Bəli. Demək ki, bu söz var. Sonra, geyinmək deyə bildim, demək ki, leksikdir. Yəni, maq artıra bildiyim leksikdir, artıra bilmədim qrammatikdir. Feillərdə, bu yalnız feildə keçərlidir. Maq nəyin şəkilçisidir? Feilin. Demək ki, feillərdə keçərlidir. Geyindirmək feildir, leksik oldu. Geyindirilmək feildir. Geyindirilmişmək olmadı, demək ki, qrammatikdir. Geyindirilmişdirmək olmadı, demək ki, qrammatikdir. Qrammatiklər lazım deyil, 3 leksik şəkilçi deyir. Bəli, sözün tərkibində 3 leksik şəkilçi işlənmişdir. Demək, D variantı da bizim cavab deyil. Yel sözün köküdür. Yel sözündən yelləmək sözü, yelləmək sözündən yellənmək sözü, daha sonra yelləncək ismi, yelləncəkdəki sifətilər də qrammatik. Dəki hər zaman leksikdir, heç zaman parçalanmır. Müəllim, sözün kökünü yel götürmək olarmı? Bəli, olar. Dilimizdə yel sözü var da. Yel sözündən yellə sözü yaranıb, yelləmək, yellənmək və yelləncək. İndi deyə bilərsiniz ki, ay müəllim, yelləncəkmək deyə bilmədim axı. Niyə onu leksik götürdünüz? Yelləncək isimdir də. Biz bunu feili artırırıq. Yel sözündən yelləmək feili, yelləmək feilindən yellənmək feili, yellən nə et? Feilin sualına cavab verirsə, demək ki, ona maq artırıram ki, tapım. Amma yelləncək nə sualına cavab verir? Demək ki, isimdir. Mən ora necə maq artırım? 3 leksik şəkilçi işlənməyibdir. Bəli, bu sözdə 3 yox, 4 leksik şəkilçi işlənibdir. Demək, doğru cavabımız elə E variantıdır. Keçək növbəti suala. Biri sadə sözdür. Sadə söz bilirsiniz ki, ya kökdən ibarət olmalıdır, ya da kök, qrammatik və qrammatik şəkilçilərdən ibarət olmalıdır. A variantında sözün kökü tanıdır. Dilimizdə tanı sözü var. Tanımaq sözündən tanış, yəni mən kimisə tanıyıram ki, tanış əmələ gəlir. Düzdürmü? Demək ki, bu sözdə leksik şəkilçi var, bu söz düzəltmə sözdür. Sınaq sözü.
Sözün kökünü sın götürürsünüzsə yanlışlıq edirsiniz. Çünki imtahanda sizi sındırırlarmı? Deyə bilərsiniz ki, bəli, müəllim, mən az nəticə toplayanda məni sındırmış o. Onlar sizi sındırmırlar da, özünüzü sındırırsınız. Sözün kökü sınmaq deyil, sınamaqdır. Sözün kökü sınadır. Sına sözündən də sınaq ismi əmələ gəlibdir. Q şəkilçisi feili artırılır. Sına nəyə et? Baxın, dara. Üstəgəl q. Daramaq feilinə daraq. Sınamaq feilindən də sınaq ismi əmələ gəldi. Dayamaq sözü var dilimizdə. Dayamaqdan dayaq. Q feili artırılır. Daya, nə et? Daha sonra qucaq. Quc sözün köküdür. Aq leksik şəkilçisidir. Bilirsiniz ki, q şəkilçisidir. Həmçinin aq şəkilçisidir. Bunlar feilə qoşulur. Deyə bilərsiniz ki, müəllim, quc nə? İsim. Burada qucmaq feilindən söhbət gedir. Məsələn, gəlin baxaq, aq şəkilçisini artıraq başqa sözə. Yataq. Yat, nə et? Düzdürmü? Aqda leksik. Demək ki, aq feili artırılıbdır. Yəni, söz düzəltmədir. Ona görə bu variantları biz doğru hesab etmirik. Dağıntı sözü, dağıntı sözüdür, sarsıntı sözüdür. Bu sözlər sadə sözlərdir. Nəyə görə? Dilimizdə dağ sözü var. Amma dağ sözü ilə dağıntı arasında necə bir yaxınlıq var? Deyək ki, evin içində dağıntı əmələ gəlib. Düzdürmü? Biz bu sözü nətər, yəni dağ sözü ilə, o çöldə olan o uca, mötəbər dağla necə dağıntı arasında əlaqə yaradaq? Kök və şəkilçisi arasında müəyyən bir məna bağlılığı, müəyyən bir məna yaxınlığı olmalıdır. Əgər yoxdursa, demək ki, sözün kökü dağ yox, dağıntı sözüdür. Yalnız kökdən ibarət olduğuna görə demək ki, sadə sözdür, doğru cavab E variantıdır. Keçək növbəti testə. Başlanğıc forma ilə bağlı bir test tapşırığıdır. Başlanğıc formada verilmiş sözü göstərin. Baxın, bu şərt daxilində sizin qarşınıza test çıxsa əgər, yəni başlanğıc formada verilmiş söz. Onda siz nəyə diqqət edəcəksiniz? Sözün sonuncu şəkilçisi leksik olmalıdır. Qısa və konkret. Bunu qeyd dəftərinizə qeyd edin. Başlanğıc forma dediyinə görə bilirsiniz ki, başlanğıc forma sonuncu leksik şəkilçisi də daxil olmaqla olan hissədir. Yəni, bəzən bu qaydanı deyirlər ki, qrammatik şəkilçiyə qədər olan hissə. Əgər bu cür yanaşsaq, xalam, gil, dəki. Əgər desək ki, qrammatik şəkilçiyə qədər olan hissə, onda yanlışlıq eləyəcək. Deyək ki, bu sözdə sözün kökü xaladır, m mənsubiyyət şəkilçisi, gil, dəki də leksik. Cil, dəki, ki, sız bu şəkilçilər qrammatikdən sonra da sözə qoşula bilən leksik şəkilçilərdir. Əgər qayda kimi desək ki, yəni beynimizdə bunu fokuslandırsaq ki, qrammatik şəkilçiyə qədər olan hissə, onda gərək sözün başlanğıc formasını xala götürək. Çünki qrammatik şəkilçisi buradadır. Amma bilirik ki, başlanğıc formanın tərkibində mütləq leksik şəkilçilər olmalıdır. Əgər bu qaydanı yadda saxlasaq, onda leksikin yanından bir xət çıxarırsınız, başa aparırsınız və salam. Başlanğıc forma oldu, xalamgildəki. Sonuncu leksik şəkilçisi mütləq başlanğıc formanın içində olmalıdır. İndi başlanğıc forma dediyinə görə son şəkilçi leksik olmalıdır. Gəlin baxaq. Dilimizdə əbəd sözü var. Əbəd sözündən əbədi, əbədilik, burada Q-ya keçib, özündən sonra saytla başlayan şəkilçi gəlib, imizdə mənsubiyyət şəkilçisi. Sonuncu şəkilçi nədir? Qrammatik. Demək ki, bu söz başlanğıc formada deyil. Baxın, sözün başlanğıc forması əbədilik hissəsidir. Yəni, demişdim ki, söz başlanğıc formada olması üçün demir ki, sözün başlanğıc formasını müəyyənləşdir. Sözün başlanğıc formasını müəyyənləşdirsək, əbədilik sözdür. Bu sözün başlanğıc forması var. Hər bir sözün başlanğıc forması var. Hətta təkcə bir kökdən ibarət olan sözün, məsələn, dəniz sözünün də başlanğıc forması var. Sözün kökü dənizdir, başlanğıc forma dənizdir. Bütün sözlərin, yəni bütün əsas nitq hissələrinin başlanğıc forması var. Amma söz başlanğıc formada olsun deyirsə, yəni başlanğıc formada verilmiş sözü göstərin deyirsə, sonuncu şəkilçi leksik olmalıdır. Şəhər sözündən şəhərdəki sifəti, lər də qrammatik şəkilçi. Bu sözün başlanğıc forması şəhərdəki hissəsidir. Sonuncu şəkilçi
Sonuncu şəkilçi qrammatikdir. Demək ki, bu variantlar mənim doğru cavablarım deyil. Bizimkilərin biz sözündən bizim, ki leksik, lər qrammatik, in qrammatik. Sözün başlanğıc forması bizimki hissəsidir. Sonuncu leksik şəkilçi kidir. Qrammatik şəkilçilər var, sonuncu şəkilçilər. Demək ki, söz başlanğıc formada deyil. Xalamgildəki sözün kökü xaladır, m qrammatik, gil leksik, dəki də leksik. Sonuncu şəkilçi leksikdir. Demək ki, söz başlanğıc formadadır. Doğru cavab D variantıdır. Yəqin ki, bu qaydanı artıq qeyd dəftərinizdə qeyd etdiniz. Yəni, başlanğıc forma kifayət qədər rahat bir hissədir. Əsas məsələ bilirsiniz nədir? Əsas məsələ sözü düzgün şəkildə kök və şəkilçi ayırmağı bacarmaqdır. Əgər sözü düzgün kök və şəkilçi ayıra bilirsinizsə, yəni həmin sözdə leksik və qrammatik şəkilçiləri düzgün müəyyənləşdirə bilirsinizsə, sizə qorxu yoxdur. Başlanğıc formanı da tapacaqsınız, eyni köklü sözü də tapacaqsınız, sözün hansı nitq hissəsindən yarandığını da tapacaqsınız, sözün kökü hansı nitq hissəsidir, bunu da tapacaqsınız. Yəni bir sözlə söz yaradıcılığında nə varsa, sadə, düzəltmə sözləri də tapacaqsınız. Hər birini tapa biləcəksiniz. Əsas məsələ sözü kök və şəkilçi ayırmaqdır və o şəkilçilərin nəyə artırıldığını bilməkdir. Söz yaradıcılığı özündən sonraki bölmə ilə, nitq hissələrindən çox sıx bağlıdır. Fikir verdinizsə, mən burada isimə, feilə və digər nitq hissələrinə toxundum. Demək ki, söz yaradıcılığı özündən sonraki bölmələrlə sıx bağlıdır. Yəni, söz yaradıcılığında olan boşluqlarımızı biz isimdə, sifətdə, feildə və digər nitq hissələrində bərpa etmiş olacağıq. Dəftər sözün köküdür, xana leksik, dan da qrammatik. Sonuncu şəkilçi qrammatikdir. Sözün başlanğıc forması dəftərxanadır. Yəni, söz başlanğıc formada deyil. İndi keçək 5 nömrəli test tapşırığını. 5 də çox maraqlı test tapşırığıdır, həm də öyrədici bir test tapşırığıdır. Çoxdankılar sözü hansı nitq hissəsindən düzəlmişdir? Gəlin, bunun üçün ilk növbədə sözü kök və şəkilçi ayırmaq lazımdır. Çox sayından çoxdan zərfi yaranıbdır. Deyə bilərsiniz ki, müəllim, dan axı qrammatik şəkilçi olurdu. Qrammatik olurdu, amma ismin üzərində gördükdə, sifətin üzərində gördükdə, yəni hal şəkilçisi olduqda bu belə idi. Çoxdan sözündə zaman məzmunu var. Çoxdan, nə zaman? Məsələn, çoxdan onu görmürəm. Nə vaxtdan, nə zamandan, düzdürmü? Demək ki, çoxdan zərfi yaranıbdır. Çox sayından çoxdan zərfi yaranıbdır. Ç sifət yaradan leksik şəkilçidir, lar da qrammatik şəkilçidir. Sözü hansı nitq hissəsindən düzəlmişdir? Çoxdankılar sözü hansı nitq hissəsindən düzəlmişdir? Sözün kökü saydır, çox sayı. Çox sayından çoxdan zərfi yarandı. Çoxdan zərfindən çoxdankı sifəti yarandı. İndi deyə bilərsiniz ki, çoxdankı sifətindən də çoxdankılar ismi yarandı. Xeyr, qrammatik şəkilçi nitq hissəsini yaratmır. Sadəcə burada bir isimləşmə var. İndi söz hansı nitq hissəsindən düzəlmişdi deyirsə, mütləq şəkildə qeyd dəftərinizə qeyd edin bu deyəcəyim qaydanı. Deyir hansı nitq hissəsindən düzəlmişdi. Sözün kökünü soruşmur ha. Deyir hansı nitq hissəsindən düzəlib. Yəni sözün hansı nitq hissəsindən düzəlməyini soruşur. Çox sayından çoxdan zərfi düzəlibdir. Çoxdan zərfindən çoxdankı sifəti düzəlibdir. Əgər bizdən sözün kökünü soruşsa ki, sözün kökü hansı nitq hissəsidir, götürəcəyik çox sözünü. Yəni sözün kökünü soruşsa, kökün şərti işarəsi budur da, düzdürmü? Kökün şərti işarəsinin altında verilən söz bizim sözün köküdür. Yəni desək ki, sözün kökü hansı nitq hissəsidir? Sözün kökü saydır. Say. Kökün say olması bizə əsas vermir ki, sözün də saydan düzəldiyini deyək. Yox, əgər indiki kimi soruşsa ki, söz hansı nitq hissəsindən düzəlmişdir, o zaman nə edirsiniz? Çox sadə bir yolla son leksik şəkilçini ayırırsınız. Son leksik şəkilçisi budur da, düzdürmü? Yəni qrammatiki silirsiniz. Son leksik şəkilçisi, gəlin sözü ayrıca yazaq. Çoxdankılar. Qrammatik şəkilçinin heç bir əhəmiyyəti yoxdur. Ona görə qrammatik şəkilçini sözdən silirəm. Son leksik şəkilçini götürürsünüz, yəni ları atın o tərəfə, çünki qrammatik bizə vacib deyil. Son leksik şəkilçini ayırırsınız, yəni özündən əvvəl bir xətt çəkirsiniz. Sonuncu leksik şəkilçimiz k şəkilçisi idi. Son leksik şəkilçimiz hansıdır? Təbii ki, burada k-dır.
Son leksik şəkilçidən qabaq xətt çəkirsiniz. Son leksik şəkilçi hansı sözə artırılıbsa, hansı nitq hissəsinə qoşulubsa, demək söz həmin nitq hissəsindən düzəlib. Axırıncı nəyə artırılıb? Çoxdan sözünə. Düzdürmü? Yəni birbaşa çox sözünə artırılmayıb ki, çoxdan sözünə artırılıb. Yəni çox sözündən sonra çoxdan sözü yaranıbdır. Çoxdankı sözü, yəni ç şəkilçisi çoxdan sözünə artırılıbdır. Demək ki, söz çox sayından yox, çoxdan zərfindən düzəlibdir. Çoxdan zərfindən düzəlibdir. Söz hansı nitq hissəsindən düzəlmişdi deyəndə, sonuncu leksik şəkilçisi hansı sözə artırılıbsa, onu əsas götürürük. Deyə bilərsiniz ki, çox sözünə artırılıb da. Axı, çox sözünə birbaşa artırılan şəkilçi dan şəkilçisidir. Demək, çoxdan zərfi çox sayından düzəlib. Amma çoxdankı sifəti isə çox sayından yox, çoxdan zərfindən düzəlibdir. Yəni, hər biri özündən əvvəlkindən düzəlir də. Necə ki, çoxdan özündən əvvəlkindən düzəlir, demək ki, çoxdankı sözü də özündən əvvəlkindən düzəlməlidir. Demək, söz hansı nitq hissəsindən düzəlib? Təbii ki, zərfdən düzəlib. Zərfdən düzəlib çoxdankı sifəti. Söz hansı nitq hissəsindən düzəlib? Zərfdən. Doğru cavab C variantıdır. Əziz müəllimlər, yəqin ki, bu video sizlərə faydalı oldu. Düşünürəm ki, söz yaradıcılığında müəyyən məqamlara toxunmağa çalışdıq. Yəni, sözün hansı nitq hissəsindən yaranmasına, sadə və düzəltmə sözlərə, eyni zamanda sözün başlanğıc formasına, eyni köklü sözlərə, yəni söz yaradıcılığında bir neçə hissəyə toxunduq və çalışdım ki, bu hissədə qarşınıza hansı tipli test tapşırıqları çıxa bilər və həmin test tapşırıqlarının öhdəsindən necə gələ bilərsiniz, onlara aydınlıq gətirmiş olam. Əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı, eyni zamanda videonu öz yaxın həmkarlarınızla paylaşmağı unutmayın. Ən əsas məsələ isə kanalımıza abunə sayının artmasıdır. Əgər kanalımıza abunə sayı artarsa, biz də sizə daha çox dəstək olmağa çalışacağıq. Sağ olun, gələn videolarda görüşənə qədər. Hələlik.